Yox, 7, 8 yox. Uşaqlar nəzərə alsaq yuxarıdakı zürü sayın, səhv baxmışam. A-nın üstünə bir 13 eləməlidirsə, onda mən birinə 7, birinə də 6 deyərəm. 6 dediyim halda S-miz də nə olmalıdır bizdə? 8 olmalıdır. Cavab da bizə verir nə? 21. Bizdən nə istəyir? ABC deyir, bunun tərəfləri olarsa, zaten bu üçbucağın perimetrini istəyir. Heç ABC-nə ehtiyac yoxdur. ABC-nin cəmi neçədir? 21-dir. Cavab deyir 21. Zaten perimetr tərəflərinin cəmi deməkdir. Yaxşı, baxaq. 15-ci suala. Çox maraqlı sualdır. Deməli, 15-ci sualda nə deyir? Deyir ki, bərabəryanlı deyir, iki tərəfinə görə üçbucaqlar müəyyəndir. Biri 8 verib, birini 17 verib. Sizcə bunlar bərabəryanlı üçbucaqda hansı ola bilər? Mən bura 8, bura 8 yazsam. İkisinin cəmindən kiçik, fərqinin modulundan böyükdür. Cəmindən kiçik idimi 16-da? Xeyr, təbii ki, deməli 8, 8 yox, 17, 17. Bura 8 olmalıdır, bərabəryanlı dediyi üçün. Oturacağı 6-dır, elə bir qaydamız yoxdur, 1-ə A getməyəcək. Deməli, hamısına perimetrə aiddir. Perimetr bərabərdir 17 plus 17 plus 8. 34 plus 8 cavab elədi 42. 1-ə getdi B variantı. Baxıram ikinci suala. 3, 9. Dən baxaq. 3, 3, 9. 9, 9, 3. 3, 3, 9 ola bilməz təbii ki. Nə üçün? Çünki 3 üstünə 3, 6 eləyir. 9 ondan kiçik deyil. Digər olacaq. Deməli, oturacağımız 3-dür. Elə bir qayda yoxdur. Deməli, perimetrinə baxıram. 9-un üstünə 9 eləyir 18. 18-in də üstünə 3 eləyir 21. 2-yə də getdi. C variantı, B-miz getdi. C-miz getdi. İndi baxırıq 3-cü hissəsinə. 6, 6, 14 ola bilərmi? Təbii ki, xeyr. 6 ilə 6-nın cəmindən kiçik olmalıdır, 14 cəmindən kiçik deyil. Deməli, onda olacaq 14, 14, 6. 6-dırsa, deməli, oturacağı 6-dır. 3-ə getdi A. Perimetrini yoxlayaq. 14 plus 14 plus 6. Neçə eləyir bu? 28 plus 6. Cavab 34 Y variantı. Həm A getdi, həm də Y getdi. 1-ə B, 2C, 3A, Y formasında. Baxırıq 16-cı suala. Bizdən deyir ki, X-in ala biləcəyi ən böyük tam qiyməti tapın. X-in ala biləcəyi ən böyük tam qiymət. X plus 3 neyinir? 10-la 7-nin cəmindən kiçikdir, fərqinin modulundan böyüdür 3-dən. İndi bu 3 hər iki tərəfə toplamadı da biz tənlikdə nə öyrənmişdik? Toplamadsa hər iki tərəfə necə vəziyyətdə çıxır? Çıxma vəziyyətində keçir. Bu zaman X bərabər olur 17 çıx 3. 3 çıx 3, 0. X 14. Deməli, X ola bilər. Nə? 13 ala bilər. Ən kiçiyi də ala bilər 1. Yaxşı, 13 almağı üçün X neçə olmalıdır? Olmalıdır 10. Baxaq 18-ci suala. Perimetrini istəyir zaten bizə, şəkilə ehtiyac yoxdur. Perimetr nə idi? Hamısını cəmləməli idi. 26-dan kiçikdirsə deyir. Neçə X-miz var? 4X plus 4 kiçikdir 26-dan. 4X kiçikdir 26 çıxılsın 4-dən. 4X kiçikdir 22-dən. X da kiçikdir 22 böl 4-dən. Yəni 5,5-dən. 5,5-dən böyükdür. Daha doğrusu kiçikdir. 5,5-dən kiçikdirsə X nə ala bilər? 1, 2, 3, 4, hətta 5-in özünü də ala bilər. İndi gəlin yoxlayaq. Mən tərəfə gətirib 1 qoya bilərəmmi sizcə? Xeyr, 1-dən 1 çıxsam tərəf 0 ola bilməz. Atdım getdi. 2 qoya bilərəmmi? 2 qoysam bu eləyir 1, 2 qoysam bu eləyir 4, 2 qoysam bu eləyir 7.
cəmindən kiçik, fərqinin modulundan böyükdür. Bir ümumiyyətlə ala bilməz. Yəni 2 qiymətində alır. Alacaq 3-ü, 4-ü, 5-i istəsəniz yerlərinə qoyub özünüz də yoxlaya bilərsiniz. 3-ü qoyaq, yoxlayaq görək. 2, 3-ü qoysam 6, 3-ü qoysam 8. Bəli, ödəyir. 2, 2-dən böyük. Baxaq. 3-ü qoydum yoxlayanda 3-də də alınmır. Çünki bura 2 eləyir və ikisinin fərqi 2 eləyir. 2-dən böyük olmalı. Deməli 3-də ödəmir. Yerdə qalır 4 ilə 5. 4 ilə 5 ödəyir. Bizdə nə istəyir? Cəmini istəyir. Bu da eləyir 9. 20-ci suala baxaq. Nə istəyir bizdən? Çox söz hissəsi çoxdur, ancaq elə də çətin bir məsələ deyil, yəni. Sadəcə oxumağınız lazımdır və üzərlərində qeyd aparmaq lazımdır. Bir də çalışın məsələni hər zaman yarı-yarı həll eləyin. Deyir ki, A və C məsafəsi 20-dir. A-dan C-yə 20-dir. B-C arasındakı məsafə isə 24-dür. AB məsafəsini istəyir. AB məsafəsi x götürsək, cəmindən kiçik, fərqinin modulundan böyükdür. Bizdən də ən böyük qiymətini istəyir. Neçə eləyəcək? 43. Yenə də deyirəm, söz hissəsinə fikir verməyin. Üzr sayın. Baxaq 22-yə. 22 çox maraqlı sualdır. Çox sevirəm bu 22-ci sualı. Deməli, bizə nə verib? Deyir, AB 8-dir. BC-miz 14-dür və bucaq B A-dan böyükdür. Bucaq B A-dan böyükdür nə deməkdir? Yəni, B-nin qarşısına dayanan hər hansısa bir x 14-dən böyükdür. İndi mən x-i nəzərə alıb hesablasam, x nəyə bərabər olacaq? Cəmindən kiçik, fərqinin modulundan böyükdür. Yəni, 6-dan. Düzdürmü? Cəmi neçə eləyir bizdə? 22 və 6 və bizə bir dənə elə bir sərhəd verir. Elə bir dənə kəsən hissə verir. Deyir ki, baxa, x 14-dən böyük olmalıdır. Yəni 6-dan böyük hissəsini mən atıram, getsin. Bizim şərtimizə uyğun deyil. Axı deyir, A-dan böyük olsun. 14-dən böyük olursa, deməli x ən kiçik 15-dir. Digər tərəf 22 ilə işimiz yoxdur, olduğu kimi qalır. 22-dən də bir vahid oldu. 21. Cavab elədi neçə? 36. Sualınız varsa mənə WhatsApp-dan yaza bilərsiniz. Nömrəmi də qeyd eləyirəm. Onlayn dərslərimiz üçün də qeydiyyat davam edir. Qeydiyyat bitməmiş, qeydiyyatdan keçin. Mənə nə sualınız olsa, WhatsApp-da və yaxud da chat bölməsində yaza bilərsiniz.